Salam aleyküm, hər vaxtınız xeyirli uğurlu olsun əziz izləyicilər. Bugün aprel ayının 25-i 2025-ci il. Mən Ucar rayon Kənd İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Hal-hazırda Ucar rayonu Oğuz küçəsində çəkiliş aparıram. Çəkiliş aparmaqda məqsədim gördüyünüz ağacla bağlıdır, qurumuş ağacla bağlıdır. Mən Ucar rayon İcra Hakimiyyətinə ağacların budanması ilə bağlı məktub ünvanlamışam bir neçə gün bundan qabaq. Cavab olaraq bugün məktub gəlib mənə və bir nüsxəsi mənə, bir nüsxəsi də şəhər nümayəndəliyinə ünvanlanıbdır. Yəqin ki, müraciətimizə baxacaqlar. Bax, belə rayonda belə ağaçlar var, qurumuş ağaçlar var ki, bu ağaçlar yəni heç bir şey lazım deyil. Bax, görürsünüz, bu ağaçlar artıq əyilib, qırılmaq üzrədir. Təhlükəli vəziyyətdədir. Mən xahiş edirəm ki, bax, belə ağaçlar siyahıya alınsın. Qurumuş ağaçlar, xəstə ağaçlar, bəzi ağaçlar deməli, yola doğru inkişaf edibdir. Elektrik xətlərinə doğru inkişaf edibdir və bu da problemlər yaradacaq. Yəni, problemlər yaranmamışdan qabaq qarşısını almaq daha məqsədə uyğundur. Bu zibillərlə bağlı bir narahatçılıq yoxdur. Yəni, bizim rayonda belə mənzərələr az olur. Yəni, zibillər həmişə zibil qabında olur. İndi biraz küləkdir, ona görə zibillərlə səpələnib ətrafa. Sahib yüksəklərdə məşğuldurlar. O zibillərlə yiyib qidalanıb, gətirib təzən qoyacaqlar zibil qabına. Heç bir narahatçılıq yoxdur. Yəni, bizim rayonda çünki belə hadisələr, belə hallar çox az baş verir. Hər yerdə zibil qablar var, yüksək səviyyədə. İnsanlar da zibillərini atırlar o qablara. Nəysə, bu problem deyil. Əsas, yəni, bax, burada göstərirəm bu ağacı ki, indi bunların hamısını tək-tək bir-bir çəkib göstərməyə vaxt yoxdur. Amma belə bu şəkildə qurumuş xəstə ağaclar çoxdur. Ona görə də xahiş edirəm ki, şəhər nümayəndəliyindən, adəti üzrə qurumlardan ağacların budanması vaxtı belə bu ağaclar nəzərə alınsın, müraciət olunsun Ekologiya Nazirliyinə ki, bu ağaclar kəsilsin, götürülsün. Ucar rayon Kənd İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.